Uşağa bəzi şeylər izah olunmalıdır. Uşaqla söhbət eləmək lazımdır. Səbirli valideyn. Mən bu örnəyi, misalı həmişə gətirirəm. Bir dəfə təyyarə ilə bir yerdən başqa bir şəhərə gedirdim və 4 saatlıq bir səfərim var idi. Mən əyləşəndən sonra gördüm yanıma gəldi bir gənc xanım, yanında uşağı. Bir olardı 4-5 yaşında belə uşaq. Mən də yorğun idum. Proqramım belə idi ki, yatmalıyam, dincəlməliyəm. Gördüm uşaq başladı sual verməyə. Uşaq sual verir, ana cavab verir. Fikirləşdim ki, bir 15 dəqiqə, 20 dəqiqə çəkər, qutararlar. Sual nə qədər ola bilər ki? Siz təsəvvür eləyin, reys boyu uşaq sual soruşdu və ən maraqlısı valideyn cavab verdi. Ana cavablandırdı yorulmadan. Hay narahat eləyirsən, hay nə bilim, eyni sözü təkrar deyirsən və s. və s. yox. Səbirlə bütün suallarını cavablandırdı. Uşaq özünü dəyərli hiss edir. Uşaq başa düşür ki, uşağın marağıdır. Uşaq kəşf etmək üçün gəlib dünyaya. İnsanın ümumiyyətlə ən vacib instinktlərindən biri kəşfdir. Halbuki uşaq vaxtında bu susdurulur bizdə. O sual soruşma, çox danışdın, çox soruşdun və s. və s. Ona görə səbirli valideyn uşağınla danışmalıdır, uşağınla söhbət eləməlidir.